Salam dostlar, xoş gördük. Mənim adım Nərmin Muradova, Telegraf İnformasiya Agentliyinin redaktoru. Bu günləri sosial mövzudan yazan jurnalistlər üçün təlimdə bərabərik. Ümid edirəm ki, müəyyən qədər bu təlimi mənlə bərabər siz də maraqlı etməyə çalışacaqsınız. Çünki işimiz daha çox praktik yöndə olacaq. Və mən xatırlayıram ki, jurnalistikaya gələndə mənim redaktorum dedi ki, əgər bu redaksiyaya gəlirsənsə, sən paralel olaraq təlimlərə də qoşul. Həm də gənc idim, universitetdə oxuyurdum və qeyri-hökumət təşkilatlarının o zamanlar daha çox təlimlər keçirirdilər. Həm jurnalistlər üçün, həm müəyyən qrup insanlar üçün çox müxtəlif təlimlər olurdu və biz belə deyək ki, biz o nəsilik ki, o təlimlərdə yetişmişik. Daha çox da praktik yöndən olur və bizi çox qidalandırır. Universitetdə və yaxud da ki, universitet təhsili həmişə bir istiqamətdə olur və orada praktik yön daha çox sonradan olur. Amma bu təlimlər sizə çevrənizi genişlədir, sizi belə deyəm, təlimçilərlə ünsiyyətə vadar edir və praktik yöndən sizə daha çox bilgi verir. Bir də təlimi aparanlardan da çox şeylər asılıdır və ona görə də mənə elə gəlir ki, bu sahəyə gəlirsinizsə, jurnalistikada olursunuzsa, təlimlərdə iştirak etməyiniz vacibdir. Özünüz axtarın, arayın və o sizə lazım, vacib olan təlimləri tapıb iştirak edin. Mən də çalışacağım ki, bugünkü təlimimiz maraqlı olsun deyə qruplar halında bir iş üzrə gedək və mən sizə müəyyən informasiyalar göndərəcəm. Daha doğrusu qruplarla iş olduğuna görə öncədən də sizinlə söhbət elədim və müəyyən nömrələri aldım ki, eyni vaxtda mən sizə müəyyən belə deyək, xəbərləri göndərəndə siz rahat baxa biləsiniz. Amma buna gəlməmişə qədər mən qısa olaraq bir informasiya deyim. Deməli, dostlar, elə bayaqları dostlarla söhbət edəndə kimsə dedi ki, bir xəbər var, haradasa bir rayonların birində qadın təndirdən yoxsa haradasa yanaraq bir xəsarət yetirilib bədəninə və bu xəbər kimi bizə ötürülür. Və biz fikirləşdik, təbii ki, ilk olaraq siz nə ağlınıza gəlir? Bu xəbərdir, yəni. Bunun hansısa bir əhəmiyyətli xəbər yükü varmı? Yoxdur. Bu, gündəlik həyatımızda baş verən, məsələn, təndirdə olsun, lap evdə olsun, əlimiz hansı dəyirsə yanır və bu xəbər olmur. Həyatımızın müxtəlif vaxtlarında çox hadisələr baş verir, amma biz bunu xəbərə çevirə bilmirik. İndi hər gün gəldiyimiz yolda bizdən hansını rastlaşır. Amma həmən ağlımıza o gəlir. Bu xəbərdirmi? Mən bundan necə yararlana bilərəm? Bunu xəbərə çevirə bilərəmmi? Çevirə bilmirik çox hadisəni, doğrudur. Fikirləşirik ki, bu adidir. Məsələn, son günlər deməyim, son illərdə erkən nikahlar mövzusu çox yəqin ki, hamınız eşidirsiniz və keçən ildə, daha doğrusu bu ildən artıq o qanun qüvvəyə mindi ki, 17 yaşa qədər olmaz da, yəni daha doğrusu 18 yaşdan sonra evlilik həyatı başlanmalıdır. Çünki orada bir illik boşluq var idi, yəni insanlar bundan istifadə edirdilər. Amma bir 10 il, 20 il öncəyə qayıdır, bu xəbər deyildi. Çox adi yaşayış tərzimizdə dönən bir məsələ idi və çoxlarımızın nənələri, babaları çox gənc yaşda ailə həyatı qururlar. Yəni, araşdıranda siz də görəcəksiniz ki, hansısa nənəniz 14 yaşında, 12 yaşında, yəni izdivaca edirlər. Yəni, o dövr üçün bu xəbər deyildi. Deməli, həyat dəyişir, şərtlər dəyişir və bizim müəyyən məsələlərə yanaşmamız dəyişir. O dəyişəndə artıq xəbər yükləri də bizim üçün artır. İndi bəli, biz bugün bu mövzunu müzakirə edirik. Erkən nikahlar problemi var və bu erkən nikahların yaratdığı bir çox negativ hadisələr var. Buna tez şəkildə gətiririk ki, insanlar buna cəhd etməsinlər, bunun yanlış tərəflərini görsünlər, bu bir dərb halına dönüşməsin, necə ki, əvvəllər olur. Amma bu təbii ki, baş verən hadisələrdən qaynaqlanan məsələlərdir. Yenə də jurnalistika daim dəyişir, inkişaf edir və məsələlərə yanaşmağımızdan da xəbərlərə münasibətimiz dəyişə bilir. Ona görə bayaqları qayıdıram bu məsələyə ki, bəli, hansısa bir qadının haradasa yanması
ayrıca bir bədənin hansı bir yanıq xəsarətləri alması bu xəbər deyil. Məsələn, bu xəbərdə bir xəbər də bizə gəldi və orada vardı ki, 2 qadın qonşu dalaşır. Bu adi bir, yəni bunu xəbərə çevirəcək heç bir yük yoxdur. Xəbər onda olur ki, bu əhəmiyyətli olur. Sən düşünürsən, bu baş verən hadisənin nəyi əhəmiyyətlidir? Bu günləri imtahanlar keçirilir təhsil sahəsində, müəllimlərin işə qəbulu üzrə imtahanlar keçirilir. Bəli, bunlar artıq gündəm mövzularıdır. Burada hər hansı bir baş verən hadisəni biz xəbərə çevirə bilirik. Məsələn, hansısa imtahanda qanunsuzluq baş verir, bu xəbərə çevrilə bilir. Çünki bir məkanda olub və biz bunu rahat şəkildə işıqlandırmağa cəhd edə bilərik. Doğrudurmu? Düşünürsünüz elə. Razısınız məndən? Bəli. Ona görə də yəni bizim başımıza gələn hadisələrin hamısı xəbər olmaya bilir. Olay yaranır və bunu xəbərə çevirmək artıq jurnalistin öz əlindədir. Deməli, gəlin qruplara bölünək, belə qəmgin dayanmayın. Sosial sahədən yazan jurnalistlərin həmişə üzündə bir belə qəribə bir ab-hava olur. Çünki biz hər gün işə gələndə çox müxtəlif hadisələrlə qarşılaşırıq. Müəyyən o insanların yaxud da ki, məsələn, erkən nigahlarla bağlı çox müxtəlif hadisələr var. Uşaqlarla bağlı o qədər hadisələr olur ki, biz özümüzü narahat hiss edirik hər an. Ona görə də gəlin biraz dinamik bir hala keçək və mən sizə müəyyən xəbərlər atacağım. Bu xəbərlərdən biz xəbər çıxardacağıq. Nə qədər mümkündürsə xəbər çıxardaq qruplar şəklində. Deməli, 4-ümüz bir qrupda olaq, 3-ümüz bir qrupda olaq. Mən sizə xəbərləri göndərim. Təhsil sahəsi ilə bağlı olacaq ilk xəbərimiz. Hamıya gəldi xəbər. Xəbərimiz məktəbə qədər Dövlət Təhsil üzrə Dövlət Agentliyi məlumatıdır. Yeri gəlmişkən çox aktual bir agentliyin məlumatlarıdır ki, hər daim onları izləyirik. Çünki insanlar üçün maraqlıdır. Sabah artıq dərslər başlayandan sonra, dərs prosesinə qədər və dərs müddətində də, yəni il boyu, belə deyək də, biz onların xəbərlərini həmişə öndə yazırıq ki, insanlara məlumatlılıq baxımından çox vacib xəbərlər çatdırmaq adına. Deməli, dostlar, burada sertifikatlaşmadan söhbət gedir. Müəllimlərin sertifikatlaşması məsələsi, bu onların deməli, əmək haqlarına təsir edə biləcək bir imtahandır. Və onun vacib bir məqamı var. Deməli, sertifikatlaşmada uğur qazanmayan şəxslərin sosial vəziyyətləri və məşğulluq. Sertifikatlaşmadan bir məlumatda çatdım. Sertifikatlaşdırmadan uğurla keçməyən müəllimlər işdən çıxarılırlar. Belə bir təhlükə var və onların təbii ki, sosial həyatlarına təsir edir. Bax, belə bir xəbər qarşınızdadır. Buradan nə çıxarda bilərsiniz? Hansı xəbəri önə çəkə bilərsiniz? Keçidi balı toplamayanlar birinci 243. 1471 nəfər vəzifə işi çıxardı. Bu amma ilkin məlumatdırsa, əgər ilkin deyilsə artıq əhəmiyyəti önəmli sayılır. Onu da bilmək üçün ixtisaslaşma vacibdir də. Məsələn, bir sahədən yazırsansa, ixtisaslaşma bu sahədə sənin köməyinə gəlir. Məsələn, bəlkə də burada bu qeyd kimi yazılıb ki, bəli, ola bilər ki, bəli, bu qeyd kimi olur. Onda biz nə edirik? Biz o saat axtarırıq ki, bu xəbər hamısı gedibmi? Bir də bir məsələni deyim. Deməli, əvvəllər press-relizlər gələndə bütün xəbərlər onun içində olurdu və biz bunu hansısa bir xəbərini çıxartmırdıq da, bütün bir xəbər kimi verirdi, bir dənə yazı kimi və onun içində hər şey. Məsələn, burada müəyyən xəbərlər çıxarda bilirik. O dövrdə biz ancaq bir dənə məsələni yazırdıq, bitirdik bundan. İndi artıq jurnalistikanın o dinamikliyi o qədər çoxdur ki, və biz bir xəbərin içindən 4-5 dənə xəbər çıxartmaq gücünə malikik. Ona görə, bəli, siz düz dediniz, sertifikatlaşma məsələsində əgər bu 2343 nəfər öncədən məlumat yayınlanmayıbsa, biz bunu ilk məlumat kimi verə bilərik. Sonra sizin diqqətinizi nə çəkdi? Məsələn, artıq komissiya tərəfindən işlə təmin olunanlar var. Orada yazılıb ki, tərəfindən fərqli görüşlər nəticəsində müəyyən şəxslər artıq işlə təmin olunur. Bəli, bu informasiya bizə bir çox məsələləri aydınlaşdırdı. Deməli, keçid balı toplamayanların sayını bildik.
və üstəlik də həmən insanların kim ki bu keçid balını toplamayıb, o insanların sosial vəziyyəti necə olacaq ki, hamını, bütün cəmiyyəti maraqlandırır. Yəni, bütün cəmiyyət deməyim, daha çox müəllim olan təbəqə, ailəsində müəllim olanlar, bu təbəqənin insanları da xeyli çoxdur. Ona görə bu xəbər onlar üçün çox əhəmiyyətlidir. Biz bu xəbəri yayınlayırıq, yoxsa yayınlamırıq? Yayınlayırıq da. Yalnız olarız. Mütləq yayınlamalıyıq. Anlaşıldı bilmez. Çünki yenə deyirəm, bizim əhalinin çox hissəsi müəllimdir, çox hissəsi o sahədə işləyir. Ailəmizdə müəyyən üzvlərimiz var. Ən azından bu xəbəri oxuyandan sonra kiməsə zəng edib deyə bilərsən ki, sən sertifikatlaşmadan keçmisənmi? Və bu xəbər sənə çatdırır ki, artıq komissiyalar yaradılır və bunun üzərində iş gedə bilər. Belə, aktiv bu dəfə bu qrup oldu. Ama birini biz xüsusi verdik də. Bəli. 2343 nəfər kəsilir. Onlardan 870 kişi müraciət edir. Digər qalanları deməli Bəli. işsiz qalır. Aha, bəli. Bu da bir xəbər ola bilər ki, neçə nəfər həmin komissiya müraciət edib. Etməyib. Bəli. Deməli, Bərabər dostlar. olduqlarını biz. Aha, bəli. İndi mən bir xəbər də göndərirəm sizə. Daha doğrusu bunu göndərməsəm də olar. Əhəmiyyətli baxımından danışdıq, xəbərlərin əhəmiyyəti baxımından. İki xəbər gəlir sizə. Biri bu təhsillə bağlı sertifikatlaşmadır. Biri də hansısa, məsələn, Avropa ölkəsində, belə deyək, Finlandiyada təhsil prosesində hansı bir yenilik olur. Hansı xəbəri daha çox seçərsiniz özünüz üçün əhəmiyyətli baxımından? Birinci nəyədir? Sertifikatlaşma və Finlandiyada təhsil sahəsindəki dəyişiklik bizə aidiyyəti yoxdur. Təhsil təminatı üçün əgər beynəlxalq bir şey olsaydı, onda önəmli olurdu. Əslində o bir yenilikdir. Məsələn, təhsil sahəsində çalışanlar üçün də vacib xəbər yükü var. O, ondan məlumatlandırır. Bəli, Finlandiyada bu sistem tətbiq olunur. Çox Ama maraqlıdır. Finlandiyada Azərbaycanlı tələbələr çox deyil, onlara. Amma bəli, o baxımdan, yəni bu ancaq həmən sahəni izləyən insanlar üçün diqqətli ola bilər. Əhəmiyyətlilik baxımından mütləq ki, bu sertifikatlaşma bizim üçün önəmlidir. Məsələn, Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin, Argentinada keçirilən prezident seçkilərinin əhəmiyyətini qiymətləndirəndə nə qərar gələ bilər? Bələdiyyə seçkiləri daha vacibdir. Çünki həmin bölgənin bələdiyyəsinə kimin seçilməsi bizə maraqlıdır. Çünki o bölgənin bütün iqtisadi, bütün sosial sahəsini kim idarə edəcək maraqlıdır ki, ora hansı formada olacaq sonraki talimi. Növbəti bir xəbəri göndərirəm sizə. Deməli, bu erkən nikahla bağlı olan bir məsələdir. Sizə göndərdim Şəkəm xanım, bir dənə ona baxarsınız. Bir də buradan da bu qrupa göndərdim, Məryəm xanım. Siz də ona baxın, amma indi mümkün qədər siz baxdıqca, onunla tanış olduqca mən sizə yenə göndərəcəm. Çalışacağım göndərim. Bu məsələdə nədir? Bu deməli Ağcabəddə 13 yaşlı bir qız 24 yaşlı şəxsdən uşaq dünyaya gətirib və bu məsələ çox belə geniş yayıldı. Bu necə baş verə bilər, hansı hallarda ola bilər, niyə bu baş verib deyə çox müzakirələr getdi və ilkin olaraq məsələn bir jurnalist kimi indi qruplar halında bir özünüzlə də məsləhətləşin ki, bu mövzu sizin əlinizə gəlib, bunu necə işləyərsiniz? Hansı qurumlara müraciət edərək işləyə bilərsiniz? İlkin olaraq məlumatı deməli Kəmalə Ağazadə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri öz Facebook statusunda yazıb ki, bəli, Ağcabəddə belə bir hadisə olub və o iddia edir. Bu iddiadır. Bu iddianı necə xəbərə çevirə bilərik və bunun doğruluğunu necə əmin olub yaza bilərik? Hər halda biz düşünürük ki, bəlkə belə hadisə olmuyor. Yəni Kəmalə xanıma da kimsə deyib və bəlkə doğru deyil. İlkin olaraq nə edə bilərik jurnalist kimi? Kimdən əlaqə saxlamalıyıq? Amma baxsın, baxın. Qurumlarla daxili
İşlər Nazirliyi, polis və Muxtar Parman. Məsələn, ilkin olaraq ora Uşaq Problemləri göndərəsiniz. İzmir Dövlət Komitəsinə. İcra hakimiyyətinə. Ədliyyə Nazirliyi. Amma ilkin olaraq məsələn Kəmalini daha dəqiqləşdirmək istəməzsiniz. Özü Məsələn, iddialı olmuş. deyib, amma yenə də bir zəng edib bir Olur ama rəsmi dəqiqləşdirmək. xəbər olmayasın. Bir də əlaqə nömrəsi almaq var. Hə, yox, biz hələ ki ilkin olaraq xəbəri dəqiqləşdirmək üçün bəli, yəni əgər informasiya sahibdirsə, insanlara doğru düzgün məlumat ötürməliyik və bunu da dövlət qurumları ilə bərabər eləməliyik. Ona görə qurumlara mütləq sorğu göndərməliyik. Nə düşünürsünüz? Burada məsələn yaz deyim mən. Hə, deyim. Burada məsələn icra hakimiyyəti tədbirlər görür. Onun əlaqə saxlamaq olar ki, yəni o da təsdiqləsin və tədbir görür, hansı tədbiri görür. Hə, sonra hansı? Ən yaxşısı bu Sonra imza. Ailə Qadın Komitəsinə. Məhkəmə, bilmirəm, konkret olaraq hansı məhkəmə verilməsi. Çünki burada 24 yaşlı şəxsdən söhbət gedir və o təbii ki məsuliyyətə cəlb olunacaq. Çünki bu qanunla mümkün deyil də. Həmin qızın gərək 18 yaşı tamam olardı ki, bu hadisə baş verərdi. İcra hakimiyyətinin nəzarətindədir. Orayla əlaqə saxlamaq qızımız üçün. Çünki həmin qurum nəzarət edir, uşağa və körpü. Təhsil danışırdım, kəsdim. Təhsil Nazirliyi ilə də danışmalar ki, 13 yaşa qədər yəni bu hamı məktəbə gəlibmi, dərslərlə necə iştirak edir, onlar məlumat alınır. Bəli. Və həmin kənddən bir nəfər telefonla daha ətraflı. Yəni, bu informasiya bizim əlimizdədir və jurnalist olaraq bizim ilkin olaraq görə biləcəyimiz maksimum iş hər tərəfli mövzunu araşdırmaqdır. Yəni, o kənddə baş verən hadisədir Ağcabədidə. Ağcabədinin icra hakimiyyəti mütləq ki, məlumatı var və onlarla əlaqə saxlamalıyıq. Ailə Qadın Uşaq Komitəsi var, mütləq ki, onların da bu xəbərlərdən artıq bu yayınlandan sonra bütün qurumlar burada iştirakə dəvət olunur. Onların məlumatını almalıyıq. Daha sonra biz əgər mümkündürsə, hətta gedib o ailənin, yəni mümkün deyil deyəndə bir şey yoxdur, bu mümkün ola biləcəkdir, ailənin özü ilə də danışmaq olar. Amma bu məsələdə bir məsələ var. Deməli, çox saytlar həmən qızın özünə çatmağa çalışdılar ki, o qızın özü ilə danışsınlar, nə hadisə baş verir, neyiniyib. Sizcə, məsələn, buna qədər gedə bilərsinizmi? Yəni, o dərəcədə onun hansısa yarasını incitmək adına. Yaşlı çatmırıq onu danışsın deyə. Bəli, yaşlı çatmırıq. Amma jurnalist baxımından biz hər şeyi araşdırmağa meyilliyik də, bütün yönlərini araşdırmağa meyilliyik. Burada da bizim öz hüquqlarımız, həm də o qızın, o ailənin öz hüquqları da qüvvəyə minir. Yəni, biz hər şeyi işıqlandıra bilmək gücünə malik deyilik. Ona görə bəzən istəsək belə, yəni içimizdən keçsə belə ki, nəyisə danışdırıb bizə reyting gətirəcəklərin jurnalist adını qaldıracaq yuxarı, onun xatirinə biz müəyyən o əməlləri eləyə bilərik, amma onlardan özümüzü saxlamalıyıq, çünki bu məsələdə o qızın özünün yaşantılarını və yaşını mütləq şəkildə nəzərə almalıyıq. Yəni, jurnalist bir məsələni işıqlandırır, ortaya qoyur, onun müxtəlif tərəflərini göstərir. Bu nə üçündür? Çünki biz məlumatı ötürürük, biz məlumatı doğru düzgün ötürməliyik. Bizi oxuyan, bizim oxucularımız o məlumatı tam ala bilsinlər bizdən. Yəni, mənim borcum jurnalist olaraq insanlara, oxucuma yaxşı dolğun məlumat çatdırmaqdır. Çünki oxucu bir yerdən sonra yalan informasiyanı o saat anlaya bilir və fikirləşir ki, bunun elədiyi, bunun yazdığı hər hansı bir yazı nəyə xidmət edir. O bir müddət sonra artıq oxucu da bişir o mövzuda və sənin artıq gücün azalır. Yəni, bir məsələ xatırladım. Sovet dövründə telekanallarda diktorlar var idi və bundan ancaq mətn oxuyurdular. Heç bir münasibət bildirmirdilər. İndiki dövrdə necədir? Televiziya aparıcıları, xəbər aparıcılara fikir verir. Onlar öz fikirlərini ilə belə gündəmdə qalırlar və hər hadisəyə münasibət bildirirlər. Deməli, zaman dəyişir, bizim dediyimiz sözlərin önəmi çox olur. Ona görə də bu sahədən yazan və yaxud da ümumiyyətlə jurnalist olaraq həmişə dediyimiz və yazdığımız mətnlərin arxasında durmaq gücündə
olduğumuz tədbirdə biz lazımlı yazmalıyıq, faydalı yazmalıyıq və bir də ki, dəqiq yazmalıyıq. Buna riayət edəndən sonra mənə elə gəlir ki, daha vicdanlı olacaq. Təşəkkür edirəm, çox sağ olun dostlar. Əslində mövzu baxımından nə sualınız varsa, ünvanlaya bilərsiniz. Elə bax bu məsələ olsun, yaxud da digər sizin narahat edən hansı sual varsa, verə bilərsiniz. Yoxdur, onda gəlin yekunlaşdıraq. Təşəkkürlər, çox sağ olun.